Bütün dünyada izlənilir. İnanın ki, mən tənqid edən sadəcə Azərbaycanlılardır. Və yapım şirkəti mənə deyir ki, bu sizin Azərilər niyə bu qədər belə sizə belə şeylər yazırlar, aqressivlər və deyirlər bunu, bilirsiniz, və artıq önəmsəmirlər. Çünki elə tənqid eləyirlər ki, onun aktrisalığı nədir ki, hələ də min bir gecəni mən, o qızım hələ 6 aylıq idi, çəkilmişdim, 20 il keçdi, hardasa 20 il keçdi, hələ də siz orada xidmətçi oynadınız, süpürgəçini oynadınız. Belə yazırlar ki, o min bir gecə bütün dünyada səs gətirdi. Amma bizdə var o, bilirsiniz, bizə aid bir şeydir o. O cür kəskin tənqid etmək, tənqid deyil o, artıq söyüş söyməkdir. O bizdə var və yapım şirkəti Nazmiyə xanım, bizim Kanal 7-nin aynı zamanda genel koordinatorudur. O mən deyir ki, Məlahət, sizin dedi, o izləyicilər necə şeylər yazırlar. Bəzən söyüşürlər. Bilsiniz, mən özüm utanıram açıqcası və özüm də bilmirəm ki, nə istəyirlər. İstedadsızsam əgər, bəyənmirlərsə bəyənməsinlər. Bu mənim məsləyimdir. Mən Türkiyədə başqa işim yoxdur. Mən ya tamaşa qoyaram, ya seriallarda oynayaram, ya da səhnədə oynayaram da. Başqa işim var, mənim yox. Məni belə tənqid eləyirlər, amma insan özünü bilir də. Bilirsən ki, bu art niyyətli. Nə deyirlər art niyyətliyə? Pis niyyətli və buradan da söyləyirəm, buradan da o cür pis tənqid eləməyin. Doğrudan adımız çox pis çıxır. O cür pis tənqid eləməyin də. Yazın, mənə mesajdan yazsınlar. Böyle yazsınlar ki, sən heç bəyənmirik səni, xoşumuza gəlmir, amma hər kəsin, baxın, bütün dünyada girin, baxın, orada bütün xaricdən gələnlər hamısı İngilizcə yazırlar, ərəbcə yazırlar. Hələ bizim o Amerikada, Güney Amerikada orada çox izlənilir serialımız. New York'da gördün yəqin ki, orada Times Square meydanında bizim reklamlarımız getdi, New York'da təsəvvür edin və mənim səhnələrimi qoyublar ora. Onun altına elə tərbiyəsiz şeylər yazırlar ki, bizimkilər yazırlar. Başqa millət yazmır. Başqa millət tənqid eləyər. Mənə maraqlıdır. Utanırsınız heç olmasa. Hətta bizim Yağmış Şahbazova var idi. Bizim Yəmin serialında oynayır. Çox istedadlı qızdır. Doğrudan həm də çox gözəlimizdir o bizim. Ona da tənqid yazırlar. İnan ki, indi mən alışmışam, o heç alışqın deyildi. Durub ağlayırdı, üzülürdü. Belə şeylər yazırlar. Deyir, mən fikir vermə. Paxıl insanlar. Sonda da yapım şirkətimiz dedi ki, bu necə tənqiddir? Bu tənqid deyil. Bu artıq başqa bir şeydir. Ona görə mən hər dəfə... Mən tənqid eləyən mənə inboxdan yazsınlar. Mən ona görə deyirəm, ona görə Azərbaycanın dünyaya açılan, dünyaya çıxan bir ulduzu olmayacaq. Adi Roza Zərgəlini götürürəm. İstədim mahnısı, düşdü də, partlatdı da, mahnı ilə partlatdı da. Qlobal trendi Azər qoy bir qırağa, olmasın qlobal trendi qoy qırağa. Nələr yazırsınız? Adam baxır, bu dəqiqə danışıram, yadıma düşür həmin hadisələr ki, necə əsəb keçirilirdim də. Biri ilə mübarizə aparasan, ikisi ilə mübarizə aparasan, beşi ilə mübarizə aparasan. Nədir sizi bu insanlara, bu tanınan simalara, bu aktrisalara, müğənnilərə verib ala bilməyəcəyiniz, nəyi bölüşə bilmirsiniz? Yazırsınız ki, biz dünyaya açılmırıq. Bir müğənnimiz Jennifer Lopez yarıçılpaq çıxır efirə, yarıçılpaq Bakıda konsert verdi. Mən də getmişdim onun konsertinə Crystal Hall'da. Tərif yazırsınız, tərif yazırsınız. Bir dənə bizim müğənnimiz, ulduzumuz, starımız heç onun qədər də yarıçılpaq olmur. Nəsə də bir səhnə artistdir bu. Tez hamınız o müğənninin qardaşı, atası, əmisi, oğlu olursunuz. Sizin çox qəribə bir tendensiya yaşanır. Hamınız onun qorumağa çalışırsınız. Başa düşdünüz də. Sabah, bilirsiniz necə? Bu, ümumiyyətlə, sosial şəbəkə hər kəsə açıq olandan sonra bu şeylər baş verdi. Çünki əvvəl sırf efirlər idi və o efirlərdə də hər insan söz sahibi ola bilmirdi. Ona görə də ekspertlər, dəyərli insanları dəvət edirdilər. İndi ki, hərənin öz profili var, hərə özünə, misal üçün, hansısa bir YouTube səhifəsində kanal açır və girir orada istədiyi kimi danışır, istədiyi şəxs haqqında danışır və
Bunu da belə deyim də kəmsavad insanlar var ki, onu da götürüb trend halına gətirib belə deyək, o dilləri qaşınmayan yerdən qan çıxardılar və başlayırlar bu kimi hallarla insanları cəlb etməyə. Yəni davaya, nə bilim, sövq etməyə və buna görə də mən düşünürəm ki, bu sosial şəbəkənin hər kəsin üzünə açıq olmasıdır.